Xəbər verdiyimiz kimi Nurəli Adiloğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Xəbərlər.net xəbər verir ki, Qafqazinfonun məlumatına görə 63 yaşlı Yusifbəyli əmək fəaliyyətinə Sumqayıt 1 saylı istilik enerji mərkəzində elektrik montyoru kimi başlayıb. O 1993-2001-ci illərdə Azərenerji ASC mərkəzi dispetçer xidmətində rəis, baş dispetçer, baş mühəndisi müavini, 2001-2002-ci illərdə enerjinin ötürülməsi İstehsalat Birliyinin baş direktorunun muavini vəzifələrində işləyib. 2002-2009-cu illərdə ASC-nin mərkəzi dispetçer idarəsinin rəisi, 2009-2012-ci illərdə Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutunun direktoru vəzifələrində çalışıb. 2012-ci ildən İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrini tutub. 2015-2020-ci illərdə alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi sədrinin muavini vəzifəsində çalışıb. 2021-ci ildən isə hazırki təyinatadək Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru təyin olunub.